Gəldik. Buradan demək istəyirəm ki, ev sahibinə tam rahat olsun. Küçələrdə hər hansısa bir kanalizasiya, su problemi yoxdur. Tam qurudur. Bu videonu çəkirəm ki, həm ev sahibinə göndərim. Ev sahibinin istəyi ilə bu videonu çəkirəm. Həm də ki, dostlarımız, ev axtaran dostlarımız üçün, baxın, belə bir ev satışdadır. Bugünkü gündə bilsinlər. Zirzəmi hissəsinə də tanış olaq. Bax, zirzəmi hissəsi də tam qurudur. Heç bir rütubət və nəmişlikdən, su basmadan, hər hansısa bir zərərdən söhbət belə gedə bilməz. Gördüyümüz kimi həyətində su trapı var, ev kürsülü evdir yerdən. Xırdalan şəhərindədir bu ev, 7 nömrəli məktəbə yaxındır. 7 nömrəli məktəbə yaxın. Bura evin dəhliz sahəsidir. Təbii ki, ev sahibi uzun müddətdir gəlmir, rayondadır. Ona görə də belə bir video çəkməyimizi istədi. Biz də dedik ki, həm də bu ev satışda olduğu üçün, həm satış üçün video hazırlayaq, həm də ev sahibinə göndərmək üçün ki, rahat olsun. Bilsin ki, onun evində hər hansısa bir ziyan, hər hansısa bir zərər yoxdur. Burada sanitar qovşaqdır. Bu evin yerləşdiyi yerdə qaz, su, işıq, bütün kommunallar fasiləsizlik, mərkəzi kanalizasiya sisteminə qoşulub. Kupçalı evdir. Görünən bütün əşyalar qalır, təmirlidir. Bugünkü gündə ucuz aldım deyə sevinmə. Gələcəkdə hər hansısa bir faciənin, hər hansısa bir zərərin olmaması üçün düzgün ev aldım deyə sevin. Çünki bugünkü gündə başımıza gələn bu zərər bizlərə nəyin düzgün, nəyin səhv olduğunu bildirdi. Ev bundan ibarət. Ətraflı məlumat üçün əlaqə saxlayın. Xırdalan şəhərində yerləşir. 7 nömrəli məktəbə yaxın. Sağ olun, salamat qalın.